Hansı salamlar dostlar, bugün sizlerle birlikte ne inirik? FC Mobile oynayırıq. Keçən bölüm 111 gündə qalmışdıq. Xatırlayırsınızsa, tağımız bu şəkildə idi. Yalan çıxartmışdıq, yaxşı olaraq meclisini almışdıq. İndi isə görək bugün nə edə biləcəyik. Bu arada oyuna keçməmişdən əvvəl kanalıma abunə olmağı və like atmağı unutmayın. Yorumlara da bundan sonraki bölüm hansı oyunun gəlməyini istəyirsinizsə o oyunun adını yazın. İndi isə başlayaq. Karşı atak oynayaq azca. Burada Pro'ya çıxa bilsək yaxşı olar. Pro'ya çıxsaq yaxşı olar. İndi Bellingham komandasından düşdük. İndi yenə uzatacağım çünki mən komandam onların komandasından çox güclüdür. Keçən bölüm Musialanı çıxartdıq. Bugün görək kimi çıxarda biləcəyik. Yıldız, Kenan. Kenan indi uzaqlardan yoxladı və qapıcı Kafu blok qoydu topa. Və Kenan Yıldız. Bakan bu indi. Bakan bu keçdi sola amma top Bakanın üstündən keçir. Rodrigo Gomez. Olmadı. İndi Kenan Yıldız. Pas verdi və gol. Dostlar, önəmsiz yerləri kəsəcəm. Yəni ona görə video biraz qısa ola bilər. Hardasa bir 20-25 dəqiqəlik video çəkməliyəm ki, o kəsintiləri eləyəndə də video tez qurtarmasın. Bakan bu. Bu arada siz də məndən oynamaq istəyirsinizsə, adım USL Prime Qarabağ hamısı böyüklə. Qarabağda Q hərfi ilə CH axırı. İndi göstərirəm. Tamam. Bir şəkildə adımı. Bakan bu. Rodrigo Gomez və olmadı. Qutardı oyun. 7-0. Baxın adım buradadır. Adım buradadır. İndi görevdən nəsə qazandıq. Baxaq görək. İndi yarı proya çıxdıq. Bəli, yarı prodayıq. 1000 CF-imizi də aldıq. Prosta keçəmirəm. Keçdim. 1000 CF-imizi aldıq. İndi görək nə verdi. Bu arada o papağı indi tapmağa çalışacağıq. Keçən bölüm demişdim ki, papağı tapıb sizə deyəcəm. Qard eləmək olar. Sınırla oyna. Canlı etkinliklər. Sınırlandırılmış efsane. Baxaq görək ödüllərdə nə verir bizə. Burada da deyəsən 200 kapa. Belədir. Okey. Papağımız yoxdur. İndi zarı. Görev modunu deyək. 5000 verir. Tez eləyək. Bəlkə də bugün bunların hamısını eləyək. 10 dənədir. Eləyək sizlərlə birlikdə və videonu sonlandıraq 5000-i. Axırda da paket açılımımızı eləyək. Görək necə gələn olaraq. Maradona bu. İndi başladıq. Xorvatiya ilə oynayırıq.
Rodrigo Gomez. Rodrigo. Bu arada DLC videolarını sevmədiyiniz üçün daha paylaşmamaq qərarına gəldim. Bəlkə desəz ki, paylaşaram, amma belə yox. Heç də bəyəndi toplamadı DLC videom. Yəni Dreamlink Soccer. Qaç da bil. İndi Guehi. Aradan pasını verdi Messi. Messi keçdi oradan. Ne inir Messi? Rusyan, Bellingham. İndi vurdu və Livakovic idi. Görsən orada Modric keçdi. İndi Modric top özü ilə gətirir. Kovacic. Və indi Gordon, Guehi aldı topu. Gordon orada blok koydu topa. Guehi'ye geldi top. Canan. Atak. Ve gol. 3-0. Məncə maraqsız deyə bu. Bir tərəfdən paket tapıb açaq. Görək maraqlı necədir. Bakan bu geçdi. Musiala və qapıcı Livakovic. Livakovic bugün mühteşem oynuyor. Musiala. Höysən. Və vura bilmədi topa. Gordon. Pasını verdi Bellingham. Bellingham'dan indi. Kimə? İndi Canan. Neyini sən Canan? İndi kim vurur? Musiala'dır bu. Görsən. Bakan bu. Pasını verdi Canan və gol. 4-0. 90+2-ci dəqiqədə möhtəşəm bir golla hesabı 4-0 edir. Və oyunu bitirir hakem. Modric. Budumer'e pas. Və bitti. Xorvatiya Qarabağa 4-0 uduzur. Bunu oynamayacağım. Baxaq görək. Takas. Buradan bunları verib 9000. İndi buradan da 2000. Hal-hazırda 13.000 pulumuz var. Hal-hazırda 13.000 pulumuz var dediyim kimi. İndi gedirik uzatmalara. Uzatmalarda da paketlərimizi açaq. Hardasa 9 dəqiqəlik videomuz olur. Günlük seçimlərə girdik. Və açdıq ilk paket. Siz görürsünüz, mən görmürəm. Bəlkə də effektsiz qoyub sizə də göstərmərəm. Yavaş açarıq. Və ilk oyuncu 108'li Mateus. İkinci oyuncu 110'luq qapıcı. Kimdə Allah oxuyamadım. Üçüncü oyuncuya baxırıq. 111'lik Mets gəldi. Qəşəng oyuncudur. Və dördüncü oyuncu 109'luq Jasari olsun. 111'lik Mets. İndi 2 paketimiz qaldı. Bunlara da baxacağım. Baxmamaq bizə uğursuzluq gətirdi. 111'lik bakan bu komandamızın hal-hazırda aktiv oyuncusu. Basan paket. 115'lik gəlsin. 112'lik Murigi. Bunu takıma qoymaq yaxşı seçim olar.
Ona görə də indi keçirik mesajlar bölməsindən gələn oyunculara. Metsimiz zaten var imiş. 112'lik Muigiri. Baxaq görək, heç nə kömək eləmir. Ona görə neynirik? Obsu komandadan da eləyirik. Kənana qoyuruq. Bunun yerinə qoyacaq. Messini bura. Qoyaq. Metsin də orada 4-cü oyuncu olaraq kimi qoymuşdu? Ha, Musialanı bura. Gordon da bizdə oynayır zaten. Heh, və bitdi. İndi gəlirik takasa. Ən önəmli yer. 3000 verdik, 9000 elə də 10.000 pulumuz. Başqa da burada əlavə oyuncu var mıdır? Var. 16.000 pulumuz oldu. 16.000 pula 4 dənə paket açacağıq. Uzatmalar paketi. Hardasa bir 5 dəqiqədən sonra videonu dayandırıb editləməyə keçəcəm. Və sonra biraz sonra dediyim sabah atacağım yəqin ki, biraz sonraya çatdırmaram. Sabah bu video sizlərə. Və mən bu videonu qoy baxım. Ayın 14 martında çəkirəm. İndi 14 martında çəkirəm. 15 martda siz bu video ilə qarşı-qarşıya olacaqsınız. İndi paketlərə baxırıq. 109'luq Rahmani. 4000'lik. Görək kimdir bu? Kahveci Simit alıq, Simiti. Və son oynaraq oyuncu alırıq. Yaxşı bir şey gəlsin bari. Yəni gözümü yumdum. 112'lik, 111'lik, 109'luq, 109'luq. Baldır gəldi. Mən təbii ki də 112'liyi alacağım. Və paketlərimiz burada bitdi. İndi görsək. Buradan nə alırıq? Bunları da alıb yəqin ki videonu sonlandıracağım. Etkinləşdi. Bu nədir? Bundan alıb eləmək olar nəsə. Burada da nəsə var. Bunu aktif edək. Etkinləşdi. Nəsə elədik də. Nəysə uşaqlar. Nəysə uşaqlar. Sağ olun, salamat qalın və özünüzə diqqət edin.